Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün hədəf kurslarında növbəti buraxılış sınaq imtahanı keçirildi. Buraxılış sınaq imtahanı 3. Bugün hər 3 fən üzrə onun izahını verəcəm. Həm 9, həm 10, həm də 11-ci sinif üzrə. İlk öncə deyim ki, videonun aşağı hissəsində link yerləşdirəcəm. Oradan daxil olub PDF formasını əldə edə bilərsiniz. PDF-də həm Azərbaycan dilində, həm riyaziyyat, həm də ingilis dili var. Listingi də göndərəcəm kanala. Oradan PDF linkə daxil olub, həm də listing əldə edə bilərsiniz. Kanala abunə olmağı unutmuruq. Videolarla tez tanış olmaq üçün mütləq şəkildə kanala abunə oluruq. İndi başlayırıq listingdən. Listingin cavabını deyəcəm. Mətn nə haqqındaydı? Mətn Etiyopiyada yerləşən bir bənd, yəni Nil çayı üzərində yerləşən bir bənd haqqındaydı. Burada və Afrikanın ən böyük bəndi idi o. Cavabımız 31-də D bəndidir. Africa's biggest dam. 32-ci sualda. So the tension continues. Belə ki, gərginlik davam elədi. Yəni ona görə də gərginlik davam elədi. 32-ci sualda talks didn't bring an agreement. Yəni müzakirələr heç bir nəticə, razılıq gətirmədiyinə görə gərginlik davam edir. Cavabımız A bəndidir 32-də. 33-də düzgün cavabı istəyir bizdən. Burada cavabımız olur. The Grand Ethiopian Dam stand on a Blue Nile. Yəni Mavi Nil üzərində yerləşirdi həmin bənd. Cavabımız 33-də D-dir. Burada A filan deyil. A-da bəlkə 40 yox, 14 eşitməlisiniz. Orada 40 yox, 14 deyir. Yəni 14. Bu qısa bir hissə var. Burada second biggest deyir. Amma Afrikanın ən böyük şeydi, bəndiydi. Private project demir, national project deyir. Yəni Y bəndidə ümid eləmirlər yox, ümid eləyirlər deyir orada. Səhvlər var. Cavabımız D bəndi olur düzgün. 34-də many families without power hope, yəni əksər gücsüz ailələr ümid eləyirdilər ki, their lives will improve olur. Cavabımız cümlənin ardı bu formada tamamlanır. Their lives will improve, yəni həyatları yaxşılaşacaq. Yazmışıqsa düzgündür. 35-də which countries are worried about the dam? Hansı ölkələr həmin o bəndə görə narahat idilər? Hansı ölkələr idi? Egypt and Sudan. Egypt and Sudan. Düzgün cavabımızdır. 36-da da bizdən times sözünü təyin eləyən sifət istəyir. Dry deyirdi orada. Dry times, yəni quru zamanlarda, quru vaxtlarda. Oldu listingin cavabları. Keçirik mətnimizə. Social media has become an important part of daily life for millions of young adults worldwide. Yəni sosial media gənclərin, bütün dünyadakı milyonlarla gəncin həyatlarının önəmli bir hissəsinə çevrilibdir artıq. Sosial media haqqındadır, amma təkcə sosial medianın mənfi cəhətlərindən yox, həm də müsbət cəhətlərindən danışır. Qısaca əhəmiyyətindən və yaxud da təsirindən danışır. Tam əhatə eləyən cavabımız 37-də burada C bəndidir. The influence of online platforms, yəni online platformaların təsiri. Çünki burada həm mənfi, həm də müsbət cəhətlərindən danışır. Müsbət təsirlərindən. Ümumi götürsək, daha geniş əhatə eləyən C bəndidir. Məsələn, burada D yaza bilmərik, çünki dangers of social media, yəni təhlükələri, yəni onun mənfi cəhətləri deyir. 38-ə baxırıq, mətnə görə hansı düzgündür deyir. Social media can be beneficial and harmful depending on usage. Bu elə mənim indi dediyim cümlədir. Mətnində oxumusunuzda görəcəksiniz ki, sosial media həm zərərli, həm də faydalı ola bilər. İstifadəyə görə, istifadədən asılıdır, yəni necə istifadə etdiyindən asılıdır. Zərərli və faydalı ola bilər. 38-də cavabımız D bəndi olur. 39-da social media is a significant part of people's day-to-day life that. Burada cümlənin ardını tamamlamaq istəyir bizdən. Elə əvvəldə bunu veribdir. Baxın, bax burada daily life, yəni həyatlarının önəmli bir parçasıdır. Ardına baxsam, burada deyir ki, allow users to communicate quickly, yəni tez zamanda əlaqə saxlamağı, share experience, təcrübələrini paylaşmağı, express their identities,
yəni öz kimliklərini ifadə eləməyi şərait yaradır və to information fast, to access information fast, yəni sürətli şəkildə informasiya əldə eləməyi asanlaşdırır, şərait yaradır və 39-da cavabımız Y bəndi allows people share their thoughts, fikirlərini paylaşmağı and get information quickly, informasiyanı cəld bir şəkildə əldə eləməyi təmin eləyir. Cavabımız olur Y 39-da. 40-da how can schools support students? Məktəblər şagirdləri necə dəstəkləyir bu məsələ ilə bağlı? Məktəblərlə bağlı bax bu cümləyə baxsaq kifayət eləyir. Schools can also teach digital skills to help students use the internet safely and wisely. Məktəblər deməli şagirdlərə digital, yəni online bacarıqları öyrədirlər, internetdən təhlükəsiz və ağıllı şəkildə istifadə etmək üçün. Yəni burada cavabımız olacaq by providing lessons, yəni dərslərlə təmin eləmək ilə öyrətmək deməkdir. Digital skills to help students manage the internet securely and intelligently. Eyni şəkildə ağıllı və təhlükəsiz şəkildə deməkdir. Cavabımız olur C bəndi. 41-də essential sözünə paragraf 2-dən close meaning, yəni sinonim istəyir. Essential, vacib, önəmli, əhəmiyyətli deməkdir. Paragraf 2-də cavabımız olur significant. Bu da əhəmiyyətli deməkdir. Significant yazmışıqsa cavab düzgündür. Significant. 42-də the ability to do something well, bir şeyi yaxşı eləmə bacarığı. Paragraf 4-dən isim istəyir. Əgər buna diqqət eləyək, əgər sizin definition article-la başlayırsa mütləq şəkildə isim yazmalısınız. İsim. Bir şeyi yaxşı eləmə bacarığı. 42 paragraf 4. Bax, burada skill sözü verilib. Təbii ki, bunu cəmdə yazmaya ehtiyac yoxdur. Skill yazsaz, bacarıq. Nəyisə eləmək, yaxşı eləmə bacarığı. Skill cavabımız olur. Skill yazmışsa düzgün. 43-də experts say it is cümlənin ardını tamamlayıb minimum 2 söz dəyişməli. Experts say it is. Bax, burada. Buraya qədər verilibdir. Cavabımız və altından xət çəkdiyimizsə cümlənin sonuna qədər. Important sözünü dəyişirəm. Elə burada significant yazılmışdı. Essential, important, necessary. Essential. Yəni buradan significant da gətirə bilərsiniz. Eləcə buradan use sözünə utilize vermək olar. Utilize da istifadə eləməkdir. Thoughtfully, ağıllı şəkildə deməkdir. Buna məsələn wisely verə bilərik. Ya da mindfully. Ağıllı şəkildə istifadə eləmək. 3 dənə dəyişə biləcəyiniz rahat burada 3 söz var. 44 essay'dir. What are the negative effects of spending too much time online? Yəni online daha çox vaxt keçirməyin mənfi təsirləri nələrdən ibarətdir deyir. Qrammatikaya keçirik. Qrammatikada yaxşı suallar var idi. Biraz diqqət tələb edir. Birinci sual çox asandır. Modal feillərlə bağlıdır. Modal feildə birinci qrammatik səhvləri çıxmalıyıq. Haven't to deyə bir şey yoxdur. Have to öz inkarını, özü düzəltmir, sualını inkarını köməkçi feillərlə düzəldirik. Should'dan sonra to gəlməz. Yeni çıxıram. Out'un to'su yoxdur. D'ni çıxıram. Cümləmizin mübtədası cəmdədirsə, has to yaza bilməzsən, have to yazmalısan. Cavabımız olur B bəndi. 46-da change the sentence into the passive voice, yəni verilmiş cümləni məhsula çevirdir. Archaeologists found the remains of an ancient city in the desert deyir. Cümlənin archaeologist mübtədası found tamamı xəbəri the remains of an ancient city cümləmizin tamamlığıdır. Tamamlıq gəlib mübtəda olacaq, yəni məhsulda cümləmizin mübtədası the remains of an ancient city olur. Zaman təyin edirəm. Found sözü keçmiş sadə zamandır, was və üstə participle to olacaq. Bunlardan da hansı biri olacağı gətirdiyimiz mübtədanın cəm tək olmağından asılıdır. İndi mənim mübtədam of-la olan ifadədirsə, xəbərin tək cəm olmağı of-dan əvvəlki sözlə uzlaşır. Remains cəmdədir deyə artıq mən bura was yox, were yazmalıyam.
Were found. Yəni burada was found olmaz. Were found olacaq. Cavabımız C bəndi. 47-də modal feili cümləni istəyir bizdən. Have past deyə modal feili yoxdur. Have to modal feili var. Needn't buy düzdür. Shouldn't drink düzdür. Modal feildir. Have-dən sonra to yoxsa modal feil deyil. Bunu çıxıram. Need-dən sonra to qoymuşamsa modal feil deyil. Onu da çıxıram. Cavab 2-3-dür. B bəndi. 48-də zaman istəyir bizdən. Before haqqında sadə bir qeyd var. Before keçmiş zamanları bağlayanda before'un sağ tərəfi keçmiş sadə olur. Past simple. Keçmiş sadə. Sol tərəfi olur. Past perfect. Keçmiş bitmiş. Keçmiş bitmiş. Zaten uzlaşma ilə də çıxa bilərsiniz. Burada cavabımız olur D bəndi. Digər variantlarda məsələn had I and. Bu keçmiş bitmişdir. Goes indiki sadədir. B bənd ümumiyyətlə səhvdir. Çünki kişi də üçüncü şəxsindəkidir. Zəhra da üçüncü şəxsindəkidir. Bura I and ya da goes olmalı idi. Əgər hər ikisi indiki sadədirsə. Həmçinin before bağlayıcıdır. Bağlayıcıların sağ tərəfi gələcək zamanda olmur demişik. Bunu da çıxırıq. Bu da yenə keçmiş davam edici, indiki davam edici. Uzlaşma yoxdur. 49-da düzgün cümləni istəyir. Belə şey görürsünüzsə düzgün cümləni tapın. 5-6 dənə cümlə verilib. Tam boşluq hissə falan yoxdur. Orada mübtəda xəbər uzlaşmasına fikir verməliyik. Məsələn, nobody. Cümləmizin mübtədası törəmə əvəzi idi. Törəmələrin xəbəri necə olur? Tək. Nobody knows olmalıdır. Bunu çıxıram. Of olan ifadə mübtədası of-dən əvvələ baxıram. It yazılıb. It əvəzliyi xəbəri tək olan əvəzliklərdəndir. Is olmalı idi. Ayza ordu, Nayza nordu, not only but also'dur. Bunlarda xəbər ikinci hissədən sonra gələn isimlə uzlaşır. Yəni, bəqlə uzlaşır, təkdədir, düzdür. All, a lot of'dur, most'dur, any'dir, no'dur. Bunlar mübtəda kimi verilirsə, özlərindən sonra gələn isimlə uzlaşmalıdır xəbər. All of the chiefs'dir, chiefs. Cəm nədir deyə xəbər cəm veriblər, düzdür. A lot of information'da da information'la uzlaşmalıdır. Is olmalıydı. Cavabımız olur burada 3-4 D bəndi. Make up sentence deyir. Cümlədə there is zera varsa cümlənin əvvəlində gəlməlidir. There is. There is zeradan sonra nə var onu qoyuruq. Yəni nə var burada deyir. Çox az yağış var. Yəni there is very little rainfall. Yəni 2. Hətta bunu belə yazaq da. Very little rainfall. Harda yer zərfi cümlənin axırında gələcək. O cümlədən sonra zaman zərfi gəlir. İndi bizdə zaman zərfi yoxdur. Yer zərfini qoyuram. In the desert 3-7. In the desert. Bu da cavabımız olacaq bizim 4-6, 2, 1, 5, 3, 7 D bəndi. 51-də I put all the money on him, yenə məhsula çeviririk cümləni. Tamamlığımız I mübtədadır, put xəbərdir, all the money cümlənin tamamlığıdır. Eyni şəkildə put sözü indiki və yaxud da keçmiş zamanda ola bilər, amma keçmişdə də I put deyəcəyik, indiki zamanda da I put deyəcəyik. Sadəcə burada diqqət etməli məqam nədir? All the money deyirəmsə, mübtədam alldan sonra gələn isimli əsas söz. Təkdə olmalıdır xəbər, yəni ya is put deməlisən, ya da daha doğrusu indiki zamandırsa is put, ya da keçmiş zamandırsa was put. İndi burada indiki bitmiş zaman deyil, keçmiş davam edici zaman deyil. Cəmləri çıxıram. Cavab nədir? Was put B bəndi. 52-də modal feili cümləni istəyir bizdən. Qrammatik zərfləri çıxaq. Should'dan sonra to gəlmir. To be able to'nun gələcək zamanında be olur. Yerdə qalan variantlarda diqqət edin. Mübtəda ikinci şəxsdir. You'dur. You ilə has olmaz. You ilə was olmaz. Bunları da çıxsam birbaşa cavab A bəndidir. Hamısı qrammatik səhvdir. 53-də hansı cümlə məhsula çevrilə bilməz deyir, keçə bilməz. Hansı keçə bilmir? Tamamlığı olmayan cümlə. Gələn cümlələri sintaks təhlil eləyək. Snow mübtədadır. Melted xəbərdir. Quickly zərfdir. Sözünü ilə davam edən cümlə yer zərfi, zaman zərfi olur. In the warm spring weather, yəni isti yaz havalarında. Bu da zaman zərfi olacaq.
Burada yoxdur şey, tamamlıq 1 götürəcəm. Stars appear clearly. Start mübtəda da appear peyda oldu. Ulduzlar peyda oldu. Aydın şəkildə yenə bu zərfdir. In the night sky. Gecə səmasında bu da zərfdir yenə. Zaman yer zərf kimi verilib. Tamamlıq yoxdur. 2-ni götürürəm. 3-də xəbərdən sonra isim ya da əvəzlik gəlirsə o tamamlıqdır. Someone has stolen my bicycle. Yəni kimsə mənim velosipedimi oğurladı. Mənim velosipedimin nəyi? Tamamlıqdır. Etdikcə yenə explain xəbərdir. Xəbərdən sonra nə gəlib isim? İzah etdi nəyi? Qaydaları. Clouds yenə mübtədadır. Disappeared xəbərdir. Burada tamamlıq yoxdur. Keçirəm 2-ci cümləyə. Bağlayıcı ilə bağlanıb 2 cümlə verilib burada. Yenə the strong wind mübtədadır. Past xəbərdir. Tamamlıq yoxdur. Cavabımız 1, 2, 5 olur burada. Y bənd. Əlli 4-ə baxırıq. Yenə mübtəda xəbər uzlaşmasıdır. People yazılıbsa people cəmdir. Bunu da azdan verə bilmərəm mən. B bəndi çıxır. Burada bir şeyə diqqət edin. Like feilidir, love feilidir. His və qavrayış feilləri heç vaxt davam edici zamana düşənməz. I am liking deyə bir şey yoxdur ingilis dilində. His və qavrayış feilləri davam edici zamana düşə bilməz. Yerdə qalan variantlar. Burada who'dan sonra nisbə vəzikdən sonra birbaşa xəbər gəlirsə, o xəbərin tək cəm olmağı təyin olunan sözdən asılıdır. Biz də cəm işarə vəziyini təyin eləmişik. Xəbər cəm olmalıdır. Burada istəri də çıxıram. Cavabımız olur Y bəndi. Davam eləyək. 55. Məhsul olan cümləni seçin deyir. Qaydaya görə məhsulda olması üçün cümlənin birinci to be üstə participle to'su olmalıdır. Bu ən önəmli birinci qayda. Was var, late gec deməkdir, sifətdir. Burada participle to yoxdur. Bir məhsulda ola bilməz. 2-də qayda var ki, sual cümləsinin sonunda sifət ya da müstəqil yəliyə vəzliyi gəlirsə o cümlə məhsulda deyil. 2 də məhsulda deyil. 3-cü sual, qayda var ki, this və those işarə vəzliklərindən sonra sual cümləsində birbaşa olaraq z artiklı qoyursansa, topluda var bununla bağlı sual. O cümlə məhsulda deyil. 3-ü də çıxıram. 4-də sual cümləsidir. The letters mübtədadır. Gələcək zaman məhsulda will üstə, be üstə participle to olur. Will'i keçdiblər. Be participle to buradadır. Bu da yenə sual cümləsidir. A lot of effort mübtədadır. Was-u keçdiblər, put-u qoyublar participle to-nu mübtədanın sağına. Yəni bu da düzgündür. 4-dən 5 məhsuldadır. Cəvənd. 56-da the news about soldiers. Yadınızda qalsın ki, mübtəda həmişə söz öndən əvvəldə gəlir. Söz öndən sağda mübtəda axtara bilməzsən. Əvvəldə olmalıdır. Söz önün sağı heç vaxt mübtəda ola bilməz. Mübtədam the news-dur. News sayılmayan isimdir. Xəbəri tək olmalıdır. Were-ü çıxıram, have-i çıxıram. Boş will deyə bir şey yoxdur. Will üstə gəlsin, feil bizə verir gələcək zamanı. Gələcək zamanda tək cəm söhbəti olmur. Mübtəda tək də olsa gələcək qoyursan, cəm də olsa. Amma boş will qoya bilməzsən. Cavabımız olur 1-4 A bəndi. 57-də the final decision by the team after the document. Bax, bu da yaxşı sualdır. Final decision deyirsə, mübtəda 3-cü şəxsin təkindədir, decision təkdədir. İndiki zamanda announce olmalıydı və ümumiyyətlə decision-da, document-də hər ikisi obyektdir. Əgər cümlənin mübtədası obyektlə ifadə olunursa, o zaman cümlənin xəbəri məhsul növdə yazılmalıdır. Çünki qərar elan etmir, announce elan etməkdir. Və yaxud da sənədlər yoxlamır, yoxlanılır, qərar elan edilir. A bəndi səhvdir. Yenə decision təkdədir deyə xəbərimiz tək olmalıdır. Birinci cəmləri çıxsaq buradan. B-ni də çıxıram. Yerdə qalan variantları eyni şəkildə məhsul olması önəmlidir. Çünki burada hər iki mübtəda obyektlə ifadə olunub. Qərar da, sənədlər də. Məsələn, will announce yox, will be announced olmalıydı. Check yox, are checked olmalıydı indiki zamanda. Bunu da çıxıram. Eyni şəkildə C bəndində də birinci document burada cəmdədir. Is qoya bilməzsən, are qoymalısan. İkinci də yenə announce qoya bilməzsən. Bu məhsul olmalıydı. Cavabımız D bəndi düzgündür. Məhsul da verilib. 58-də. Bu da yaxşı sualdır. Birinci cümlənin xəbəri cəmdədir. Buradan bəri başdan yeni içi çıxaram. İkinci cümlədə of gəlib.
No-dan sonra of gəlmir. B-ni də çıxaram. Və davam edirik. Bu cümlə but only ilə olan cümlə təsdiq cümlədir deyə bura eni qoya bilməyəcəm. Bunu da çıxıram. Bu ikisi arasında qalanda əksər şagirdlər burada yəqin ki, batı görüblər. Deyiblər ki, bu tərəf təsdiqli, bu tərəf inkar olmalıdır. But təkcə təsdiq, inkar yox, təzad deməkdir. Bir tərəf nədirsə, digər ona əks olmalıdır. Və önəmli qayda burada nədir? Burada A bəndini yazmışsınızsa, səhv yazmışsınız. Niyə? Çünki nan 2-dən çox əşyadan heç biri deməkdir. 2-dən çox əşyadan. Na isə 2 əşyadandır. Burada deyir ki, both of the proposals were detailed, yəni təkliflərin hamısı incələndi, but only. Təkliflərdən daha doğrusu ikisi, hər ikisi. Neçə dənə təklif var imiş? 2 dənə, hər ikisi deyir. O zaman sən bura nan yaza bilməsən, na isə yazmalıydın. Amma yalnız only one of them, biri qəbul olundu. 2 dənəymiş, ikisi də incələnib, yalnız biri, amma biri qəbul olunurdu. Cavabımız olur D-bəndi. 59-da topluya təzə əlavə olunmuş hissələrdən biri nə idi? Modal feillərin içindədir. Ən sonuncu testlərə baxsaz görərsiniz. Have üstə gəlsin. Should üstə gəlsin. Should üstə gəlsin. Have üstə gəlsin. Participle to. Yadınızda qalsın ki, heç bir modal feildən sonra participle to gəlməz. Bir dənə bundan başqa Azərbaycan dilində mənası kaş kimi tərcümə olunur. Kaş. Əgər mən cümlədə participle to yazmışamsa, sən burada heç bir modal feil götürə bilməzsən. Avtomatik hamısı gedir. Heç baxma. Should üstə, have üstə participle to qoyursan. Cavidan shouldn't have bought that car. Bu maşını ala bilmədi. Daha doğrusu bu maşını kaş almayaydı. It was too expensive. O çox baha idi. Cavabımız C-dir. 60-da. It was very not be selected for the basketball team. Yəni, basketbol komandasına seçilməməyi məyus edici idi olar yəni ki, burada. Çünki seçilməməyi deyirsə, bu mənfi olan bir şeydir də. Mənfi olan bir şeydirsə, bu, məsələn, ruhlandırıcı, məmnun edici, yenə əvəzləndirici, möhtəşəm olmaz. Yəni, bir adamın basketbol komandasına seçilməməsi, komandaya seçilməməsi məyus edici bir şey, mənfi bir şey olmalıdır. Disappointing deyərik, cavabımız olur B bəndi. Bu oldu bizim 11-ci sinifin izahı. Digər fənlərin də, digər siniflərin də izahını yerləşdirəcəm kanala. Və ən önəmli hissə kanala abunə olmağı unutmuruq. Hər birinizə uğurlar.